Akvaryumun suyundaki fosfatı ölçeceğim sera testi vasıtasıyla. Aşağı göre bunun içinde ne var? Bu instruksiyadır. Bu müxtəlif dillərdədir. Həmçinin türk dilində də, rus dilində də var bunun içində. Və instruksiyanın üstündə də görürsünüz hazır şkala var. Şkalada 0,1 mg, 0,25, 0,5, 1 və 2 var. Eğer fosfat daha çoxdursa, burada belə bir imkan var. Baxın, deməli təmiz 10 litr akvaryum suyu götürəndə, tək akvaryum suyu ilə bu reaktivlərlə ölçəndə birinci sətrə baxırsınız. Burada görürsünüz maksimum 2 mg litr ölçə bilərsiniz. Görürsünüz ki, göy daha tündür də, dəqiq ölçmək istəyirsinizsə. Onda ikinci dəfə test edirsiniz. 5 ml akvaryum götürürsünüz və 5 ml osmos suyunu qatırsınız. Yenə də həmin reaktivləri damcılayırsınız. Nəticədə ikinci sətrə baxırsınız. İkinci sətrdə isə daha çox göstəricilər ölçmək olur. Görürsünüz maksimum 4. Hətta yenə də artıq olsa, prinsipcə akvaryumda birinci sətr həmişə kifayət edir. Bu artıq çox deməkdir. Bunlardan heç söhbət getmir də. Yəni ki, ola bilər akvaryum suyu yox, başqa bir suyu ölçürsünüz. Onda 2 ml akvaryum götürüb 8 ml osmos götürürsünüz. Bu göstəricilərə baxmalısınız. Burada isə maksimum 10 mg litr ölçmək mümkündür. Belə. İndi reaktivlərini çıxardaq, baxaq. Belə. Deməli, bu küvetdir, hara ki suyu dolduracaq. 10 ml su doldurucu. Görürsünüz 10 ml burada şkala var. Suyu şpritslə doldurmayın. Çünki burada ölçəndə bilmirəm necə ölçüblərsə 10 ml-ni qoyublar. Şpritslə 10 ml tökəndə biraz bundan yuxarı gəlir. 1 ml-yə 0,8 ml yuxarı gəlir. Məncə bunu buradan ölçüb yazıblar və bunun altının qalınlığı da düşüb ora hesaba. Amma bu instruksiyada yazıblar ki, bu göstəriciyə qədər su doldurun. Yazmayıb ki, şpritslə doldurun. Və qutuya da şprits özləri qoymayıblar. Oxşayır onu bilirlər və kalibrovkanı da elə buna görə eləyiblər. Mən belə başa düşürəm. Ona görə bura qədər suyu doldurub ölçəcəksiniz. Suyu doldurmazdan qabaq 2 dəfə akvaryum suyu ilə bunu yaxalayıb atacağım. Deməli burada 1, nömrə 2, 2 dənə reaktiv maye var və üçüncü isə duzdur. Budur belə. İndi gedək akvaryum suyu ilə bunu yaxalamağa. Deməli 2 dəfə yaxalayıb bura qab qoymuşam, tökəcəyim bura. Birinci dəfə götürürük suyu, biraz götürdük. Qapağını qoyuram. Çarxalayıram. Açıb tökürük bura. İkinci dəfə. Bir də götürürük biraz su. Çarxalayırıq yenə də. Açıb suyu boşaldırıq. İndi artıq suyu yığa bilərik. 10 ml. 10 ml götürdük. İndi bunun üstü yaşlı, bunu silək. Reaktiv nömrə 1 açıb 6 damcı tökəcəyim. Bu reaktivlər təzə olanda boyunda belə xalta olur. İndi bu nitrat testində görünür. Onu vurursunuz, sındırırsınız onu. Sındırandan sonra açırsınız. Burada da görürsünüz bunun iğnəsi var. O iğne ilə bunun altında, qapağında bu bağlı olur. Bunun tərsinə belə basırsınız. Birinci dəfə açanda onu açırsınız. Yoxsa heç nə gəlməyəcək. İndi açıldı burada. Bura 6 damcı bir nömrə reaktivdən əlavə edəcəyim. 1, 2, 3, 4, 5, 6. İndi çarxalayırıq biraz. Çarxalayırıq. Tak. Bu ilə qutardıq. Açıq 2 nömrə reaktivi. Altı damcı da bundan tökəcək. 1, 2, 3, 4, 5, 6. Bunu da bağlayırıq, qoyuruq bir qırağa. Çarxalayırıq biraz. İndi keçirik bu duza. Duzu açırıq. Burada qaşıq var. Görürsünüz bu qaşıq. Bu qaşıqla bir qaşığı buradan götürəcəyik.
Götürdük, tökürük bura. Bağlayırıq ki, dağılmasın. Bunun dibində görürsünüz duz yatdı dibində. İndi bunu ağzını bağlayıb çarxalayacağıq. O qədər çarxalayacağıq ki, o duz həll olsun. Görürsünüz duz qalmadı. Maye şəffafdır. İndi bunu belə qoyacağıq burada. 5 dəqiqə qalsın, sonra buşqala ilə tutuşturacağıq. 5 dəqiqə keçdi, suda göyümtülük var. İndi ağzını açaq. Silək. Bura bir qanı ki, buşqalanı yaş eləməsin. Qoyuruq bura. Bunun üstünə. Üstdən baxanda elə 0,1 milliqramdan artıqdır. Çünki burada yağını görünür ki, bu başqa rəngdir. Bu xətt elə bir ki, bura bir qan xəttir. Belə qoyursunuz, rəngləri müqayisə edirsiniz. Burada isə görürsünüz, açıq göy rəngdir, bu da rəngin rəngdir. O da 0,1 milliqram litir deməkdir. Belə.